söz Səyyad müəllimindir, sonra təbii kitabın müəllifi kimi Sadə xanım çıxış edəcək və onunla da bizim gözəl məclisimiz Şəhidlərin Muzeyi açılışı? Yox, sərgiyə gedəcəyik. Bəli, sərgiyə gedəcəyik. Bununla da bizim gözəl tədbirimiz tamamlanacaq. Buyurun Səyyad müəllim. Mən birinci gedikliyimə görə üzr istəyirəm. Amma bu bir olan Allah şahid ki, mən buna qəbul etmişim. Yolun yarısını piyada gəlmişim. Maşının təsiri, xaksəlikdən qapıya buna görə gecikdim. Gecikdən yaxşı şey görməm. Amma yolun da yarısını piyada gəlməm. Gəlməm gəyərdir. Çünki Sadə Şərqovanın kitabı müzakirəsidir. Nətədir? Ayinəsi işdir kişinin, lafa baxılmaz. Şəxsin görünür rütbəsi, əqli hünərindən, bu deyil ondan. Budur Sadə xanımın hünəri, budur samballı bir kitab boyu ortalıqlar. Bəli, nə qədər adamlar Qarabağ üstündə yazır, yaradır, türbəli janrlarda. Amma onların hamısını oxuyur, əksəriyyətini oxuyur və onları budur samballı bir işlə ifadə edir. Sadə xanımın da işlədiyi bu şöbədə çox məşhur Azərbaycan tənqidinin görkəmli nümayəndələri var. Elə Mərziyə xanım, Mənzərin yazdı, Sadə xanım özü, təxminən deyəsən bir il bundan qabaq uşaq ədəbiyyatı şöbəsinə keçən millət vəkili Elnaz xanım Akimova. Orada çox görkəmli adamlar var, onlar rəsmlərin sadə yazılmışdır, üzr istəyirəm. Bu belə deyək də, ədəbiyyat filosofunun lokomotividir. Bu insanlar çox xədakarcasına işləyirlər, əmək sərf edirlər. Bu Azərbaycan ədəbiyyatında belə deyək, həm öz üzərlərinə düşən funksiyanı yerinə yetirirlər, həm də bəlkə də heç aid olmayan məsələləri də mütləq şəkildə reaksiya verirlər və onları müxtəlif mətbu orqanlarda ifadə edirlər. Təbii ki, biri Sadə xanımdır. Və bu cür samballı bir kitabın ortaya gəlməsi həm onun zəhmətkeşliyinə, həm fədakarlığına, həm elmi səviyyəsinə, həm təhlil qabiliyyətinə və bu əsərləri də oxuyaraq böyük bir ümumiləşdirmə nəticəsi əldə edərək bu samballı kitabın meydana çıxmasına səbəb olur. Sadə xanım, sizə birinci can sağlığı arzu edirəm. Yer üzündə ondan başqa saadət yoxdur. Mənim yaşımda olan adamlar bunu daha yaxşı başa düşürlər. Adamın elə belə bir göqrəfi ilə, tendirlə günü keçsin, amma heç yeri ağrımasın. Heç bir yeri ağrımasın. Çünki sən ora, bilmirəm, bu belə iqtidai səviyyədə deyil də, bir kilo qızır yapışdı, o külsələr var, televizor qızır. Onlardan biri yapışdı, dişin ağrıyırsa mümkündür. O saadət yoxdur və ona da vaxt elə Səmədovun 50 illik kökçəyində dedi ki, mən sizin hamınıza dünyanın ən böyük saadəti olan can sağlığını arzulayıram. Mən onu arzulayıram sizə. Qalan şeyləri düşər, adam bir gün yavan yerər, bir gün yardı yerər, filan. Eyni zamanda sizə bu ədəbiyyat yolundakı böyük fədakarlığınıza görə təşəkkür edirəm. Həmişə belə gözəl qalın, məhsuldar qalın, dünyada sağ olun.